Tibb Universitetində Ağabey Sultanovun 90 illik yubileyinə həsr olunan Düşüncənin Parlaq İşığı adlı elmi praktik konfransı keçirilib. Tədbirdə onun tibb sahəsində kadrların yetişdirilməsi, psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafında göstərdiyi səylərdən danışılıb. Bildirilib ki, Ağabey Sultanov psixiatriyanın müxtəlif problemlərinə həsr edilən 4 dərslik və monoqrafiyanın 300-ədək elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Ağabey müəllimin həyat fəaliyyəti bugün bir çox məruzələrdə danışdı. O həm psixiatriyada dərin iz qoymuş insandır. Azərbaycanda ilk dəfə olaraq sosial psixiatriyanın istiqamətini yaradılan yaradıcılardan biridir. Eyni zamanda da psixiatriya məktəbin banislərindən biridir. Ancaq psixiatriyadan və təbabətdən uzaq olan insan üçün Ağabey Sultanov çox fəal, çox emosional, ictimai hadim idi.